Dünyanın ən qəribə, ən sirli və heyrətamiz tapıntılarına hazır olun. 5300 illik Etsi mumyasının bədəni bizə nə danışır? Onun sirli ölümü və üzərindəki əşyalar alimləri necə çaşbaş salıb? Amazon dərinliklərində tapılan qeyri-adi canlılar, zamanın unutduğu yerdə tapılan retro maşınlar və qızıl dolu gizli sığınacaqlar necə ortaya çıxdı? Titanikin soyuq sularında illər sonra tapılan və heç kimin görmədiyi əşyalar hansı hekayələri gizlədir? Bu videoda sizi tarixlə qarışan müəmmalar, gözlənilməz arxeoloji kəşflər və insanı heyrətə gətirən tapıntılar gözləyir. Hazırsınızsa başlayaq. Amazon sadəcə bir çay deyil, heyrətamiz və bəzən də qorxulu kəşflərlə dolu bütöv bir dünyadır. Onun suyunun hər damcısında alimlərin və adi insanların təxəyyülünü ələ keçirən sirlər var. Bu heyrətamiz yerdə elmi fantastika kimi görünən canlılar yaşayır. Məsələn, burada siz milyonlarla illik təkamüldən sağ çıxmış, əslində nadir kərtənkələ növləri olan əsl əjdahaları tapa bilərsiniz. Həm də təbiətlə harmoniyada yaşayan nadir adət-ənənələrini və bəzən tamamilə fantastik görünən inanclarını qoruyub saxlayan insanların qəbilələri. Bugün sizə Amazon cəngəlliyinin ən qorxulu tapıntıları haqqında məlumat verəcəyik. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olmağı unutmayın. Ən şok edici kəşflərdən biri 2010-cu ildə tapılan kral zəlisidir. Təxminən 10 sm uzunluğunda olan bu zəli Peri Amazonlarında tapılıb. Təkamül deyəsən belə bir qorxulu məxluq yaratmaqla bizimlə amansız zarafat edir. Kral zəli kiçik su canlılarını ovlamaqla məhdudlaşmır. Daha böyük məməlilərə üstünlük verir. Bu yırtıcı qurbanların bədənlərinə gözləri və ya cinsiyyət orqanlarından daxil ola bilir ki, bu da onun ovunu daha dəhşətli edir. Kral zəli ilə bağlı digər maraqlı detal ondan ibarətdir ki, onun reproduktiv orqanları heyrətamiz dərəcədə kiçikdir. Təxminən bir qum dənəsi boydadır. Beləliklə Amazon vəhşi təbiətini araşdırmaq qərarına gəlsəz, diqqətli olun. Kral zəli yaxınlıqda ola bilər. Marok adasındakı meşədə tapılan balina hekayəsi həqiqətən də sirlə örtülmüşdü və bir çox suallar doğurur. Bu hadisə 2019-cu ildə Amazon çayının yaxınlığında sıx kolluqlar arasında balina cəsədi aşkar edildikdə baş verdi. Təəccüblüdür ki, bu əzəmətli dəniz canlısı tamamilə uyğun olmayan yerdə tapıldı. Balinanın cəsədi yaxşı intuisiyaya və bir şeyin səhv olduğunu hiss etmək qabiliyyətinə malik olduğu bilinən diqqətli qarğalar sayəsində aşkar edilmişdi. Alimlər bu balinanın belə bir qəribə yerə necə düşdüyünü izah etmək üçün iki əsas versiya irəli sürüblər. Birinci nəzəriyyə balinanın sahilə yaxınkən güclü dalğalar tərəfindən sahilə yuyulduğunu göstərir. Nəticədə o sıx cəngəlliyə qarşı və yenidən suya girə bilməyib. Bu balinanın sadəcə 1 yaşında körpə olduğunu nəzərə alsaq, xüsusilə kədərlidir. O yəqin ki, anasından ayrılıb və Antarktida sahillərinə miqrasiya zamanı öz dəstəsinə qoşula bilməyib. Balinanın qışda Braziliyanın şimal sahillərinə çıxması da alimləri heyrətə gətirib. Bu da anormal bir hadisədir. Bu balinalar adətən iyul-noyabr aylarında bu sularda miqrasiya edirlər. Onun ilin bu vaxtında olması bir çox suallar doğurur. Alimlərin irəli sürdüyü ikinci versiyada balinanın plastik çirklənmədən okeanda ölməsi ehtimalını işarə edir. Bəzi ekoloji nəşrlər balinanın qarnının insan tullantıları ilə dolu olduğunu, okean ekosisteminin vəziyyəti üçün oyanış siqnalı olacağını bildirirdi. Lakin rəsmi hesabatlar bu məlumatı təsdiqləmir. Bundan əlavə elm adamları balinanın gəmi ilə toqquşması və ya brakonyerlərin torlarına ilişməsi ehtimalını da istisna etmirlər ki, bu da onun ölümünə səbəb ola bilər. Bu hekayənin faciəsinə baxmayaraq, cəngəllikdə balinanın tapılması fakti jurnalistlər və tədqiqatçılar üçün əsl sensasiyaya çevrildi. Onun tapıldığı mənzərə həm qorxulu, həm də valehedici görünməsi çoxlarının diqqətini çəkib. Matamata Cənubi Amerika sularında, xüsusən Amazon hövzəsində tapıla bilən həqiqətən heyrətamiz bir canlıdır. İlk baxışdan çayın dibində uzanan yosunlara örtülmüş daş kimi görünə bilər. Lakin balıq yaxınlaşan kimi bu daş əsl yırtıcıya çevrilir. Elmi dillə desək, Matamata qıvrılmış tısbağadır. Bu tısbağanın uzun, əjdahaya bənzəyən boynu və nəhəng ağzı var ki, bu da ona ovunu bütövlüklə udmağa imkan verir və qaçmaq şansı qoymur. Matamata sadəcə yırtıcı deyil, əsl ov ustasıdır. Onun qabığı onu potensial təhlükələrdən qoruyur. Boynunda, başında yerləşən xüsusi dəri ləkələri ona ətrafındakı ən kiçik hərəkətləri aşkar etməyə kömək edir. Bu üzgəclər yosunlara bənzəyir və Matamatanı təbii yaşayış mühitində demək olar ki, görünməz edir. Ətrafını diqqətlə müşahidə edərək uzun müddət daş kimi hərəkətsiz qala bilir. Hücum etmək qərarına gəldikdə bu inanılmaz sürətlə baş verir. Tısbağa qurbanını tutur və heç bir şey olmamış kimi sürətlə udur. Maraqlıdır ki, Matamata öz qidalanmasında təkcə balıqla məhdudlaşmır. O həmçinin təsadüfən suyun səthinə yaxınlaşan su quşlarını da ovlaya bilir. Bu onu öz ekosistemində universal yırtıcı edir. Alimlər hesab edirlər ki, matamatalar təxminən 12 milyon ildir ki mövcuddur. Bu canlılar yaşadıkları mühitə mükəmməl uyğunlaşmaq üçün təkamül keçiriblər və matamatanın unikal xüsusiyyətləri onları planetin ən maraqlı sürünənlərindən birinə çevirir. İndi anakonda haqqında danışaq.
Qorxu və heyranlıq doğuran Amazon faunasının başqa bir heyrətamiz nümayəndəsi. Anakonda, xüsusilə yaşıl anakonda, planetin ən böyük ilanlarından biridir. Uzunluğu 9 metrə, çəkisi 250 kiloqrama qədər çata bilər. Onun diametri demək olar ki 30 santimetrə çata bilir ki, bu da onu ilanlar arasında əsl nəhəng edir. Anakondaların zəhərli olmamasına baxmayaraq, onlar təhlükəli yırtıcılardır. Onların ov taktikası ovlarını gizlicə tutub bədəninə sarılaraq onları boğmaqdır. Anakondalar müxtəlif heyvanlara, o cümlədən kapibaralara, donuzlara və hətta yaguarlara da hücum edə bilir. Anakondaların insan ovladıqları haqda bəzi faktlar da var. Özünü qidalandırmaq üçün belə nəhəng ilana çoxlu yem lazımdır. Bəzən özündən bir neçə dəfə böyük olan bütöv bir ov yeyə bilər. Anakonda üzməyi və suya dalma qabiliyyəti ilə tanınır. O vaxtının çox hissəsini özünü ən rahat hiss etdiyi yerdə keçirir, yəni suda. Bu ilanlar 10 dəqiqəyə qədər suyun altında qala bilir. Bu da onlara xəbərsizcə qurbanlarının üstünə qaçmağa imkan verir. Bir çox digər ilanlardan fərqli olaraq anakondalar qrup halında yaşamağa üstünlük verirlər ki, bu da onların çoxalma mövsümündəki ictimai davranışları ilə bağlıdır. Piranyalar dünyanın ən məşhur, bəlkə də ən çox səhv başa düşülən balıqlarından biridir. Əgər siz nə vaxtsa Piranyalar filminə baxmısınızsa, yəqin ki sizdə də belə bir təəssürat yaranıb ki, bu kiçik yırtıcılar bir neçə dəqiqə ərzində insanı parçalaya bilirlər. Adətən uzunluğu 30 santimetrdən bir qədər çox olur və çəkisi 2 kiloqramdan çox deyil. Piranyalar aqressivliyi və yırtıcı meyilləri ilə tanınır. Ancaq qeyd etmək lazımdır ki, real həyatda onların davranışı filmlərdə göstərildiyi kimi dramatik deyil. Piranyalar kinematografi versiyalarından fərqli olaraq əslində dayaz sulara üstünlük verirlər və səbəbsiz olaraq belə açıq aqressiya nümayiş etdirmirlər. Onların qidası olduqca müxtəlifdir. Onlar qurdları, xərçəng kimiləri, həşəratları, eləcə də bitki örtüyü yeyə bilirlər. Bəzi hallarda hətta kannibalizm nümayiş etdirə bilirlər. Lakin bu adətən qida çatışmazlığı şəraitində baş verir. Tək piranya adətən insanlar üçün heç bir təhlükə yaratmasa da, insan sürü halında hücuma məruz qalarsa, nəticələri olduqca ciddi ola bilər. Buna görə də yerli sakinlər bu yırtıcıların məskunlaşdığı sularda çox vaxt ehtiyatlı olurlar. Amazon təkcə piranyalarla dolu deyil. Bu suların digər heyrətamiz sakini elektrik ilan balığıdır. Elektrikli ilan balığı uzunluğu 2 metrə qədər, çəkisi 20 kiloqrama qədər çata bilər. Parlaq narıncı və sarı rəngdə olurlar. Bu da onlara baxmaq üçün olduqca cəlb edicidir. Ancaq onların görünüşünə aldanmayın. Bu ilan balığı həqiqətən ölümcüldür. Bu balığın cərəyanı 600 volta çata bilir. Bu da insanı öldürməyə kifayət edir. Zərbə ölümcül olmasa belə, elektrik cərəyanlarından huşunu itirmə, boğulma ilə nəticələnə bilər. Bu elektrikli ilan balığını Amazonun ən təhlükəli sakinlərindən birinə çevirir və yerli sakinlər onlardan uzaq dururlar. Arapaima Amazon sularında tapıla bilən həqiqətən heyrətamiz bir canlıdır. Bu nəhəng şirin su balığının uzunluğu 3 metrə, çəkisi 100 kiloqrama çata bilər və bəzi fərdlər hətta bu ölçünü 2 dəfə üstələyir. Arapaima ilə tanış olmaq əsl şok səbəb ola bilər. Çünki onun ölçüsü və görünüşü hörmət və qorxu yaradır. Lakin ölçüsünə baxmayaraq Arapaima insanları ovlayan yırtıcı deyil. O meyvələr, toxumlar və kiçik quşlar kimi daha dinc qida mənbələrinə üstünlük verir. Arapaimanın özünə məxsus ov üsulu var. O ağzını geniş açır, vakuum yaradır və beləliklə yaxınlıqda hər şeyi udur. Bundan sonra o yeməyi mədəsinə göndərməzdən əvvəl dişləri və sümük dili ilə üyüdür. Arapaimanın digər maraqlı xüsusiyyəti isə suyun səviyyəsi aşağı düşəndə sahildəki palçıqda yumurta qoyması və yuva qurmasıdır. Bu balacaların 3 ay ərzində inkişaf etmələri üçün vacib bir məqamdır. Bundan sonra onlar dayaz su üçün çox böyüyürlər və daha dərin sularda həyatlarına başlayırlar. Beləliklə Arapaima ətraf mühitə, yaşayış şəraitinə heyrətamiz uyğunlaşma nümayiş etdirir. İndi keçək növbəti heyrətamiz məxluqa, Payaraya. Bu təbiətin balıq və yırtıcıların xüsusiyyətlərini birləşdirərək tamamilə unikal bir şey yaratmağa qərar verdiyi kimi görünən bir balıqdır. Qorxunc görünüşü və ülgüc kimi iti dişləri ilə Payara Amazon sularında əsl yırtıcı hesab olunur. O sadəcə bir balıq deyil, qurbanlarına mərhəmət bilməyən əsl canavardır. Payara təsir edici ölçülərə çata bilər və bir qayda olaraq çaylarda və göllərdə yaşayır. Burada hərəkət edən hər şeyi ovlayır. Bu balıq yaşayış yerlərində ən aqressivlərindən biri kimi tanınır. Payaranın təbii düşmənləri yoxdur. Çünki qorxuducu görünüşü və aqressiv davranışı potensial yırtıcıları qorxudur. Kiçik balıqları, eləcə də su quşlarını ovlayır və onu yerli qida zəncirinin zirvəsinə çevirir. Payara həqiqətən Amazon terroru statusuna layiqdir və onun əfsanəvi olmasının bir səbəbi var. Maraqlıdır ki, Payaranın uzunluğu 1,5 metrə çatır. Çəkisi isə təxminən 25 kiloqram ola bilər. Bədəni dayanıqlı pulcuqlarla örtülmüşdür. Payara həm də ovunu inanılmaz sürətlə tutmağa imkan verən sürətli hücum qabiliyyəti ilə tanınır. Qara kayman və paçu planetin ən zəngin və ən müxtəlif ekosistemlərindən biri olan Amazonun bir çox heyrətamiz və bəzən qorxulu sakinlərindən biridir.
Bu sürünənlər 5 metr uzunluğa çata bilir və yaşayış yerlərində olan ən böyük yırtıcılardan biridir. Qara kaymanlar təkcə yırtıcı deyil, həm də ekosistemin mühüm iştirakçısıdır. Onun qidasını heyvanlar, balıqlar, quşlar və bəzi məməlilər təşkil edir. Bu da təbiətdəki tarazlığı qorumağa kömək edir. Qara kaymanların əti asanlıqla parçalaya bilən güclü çənələri var. Ancaq qorxulu görünüşünə baxmayaraq insanlarla təmasdan qaçmağa üstünlük verirlər. Bununla belə insanlara hücumlar xüsusilə kaymanlar özlərini təhlükə hiss etdikdə və ya yuvalarını müdafiə etdikdə baş verir. Dişi qara kayman bitki örtüyü və palçıqdan yaratdıkları xüsusi yuvalarda yumurta qoyur. Balalar yumurtadan çıxdıqdan sonra ana kayman onlara qayğı göstərir. Onları təhlükənin öhdəsindən tək başına gələ biləcək yaşa çatana qədər mümkün təhlükələrdən qoruyur. Maraqlıdır ki, gənc kaymanlar kiçik ölçülərinə baxmayaraq kifayət qədər aqressiv ola bilirlər. Onların dişləmələri insanlar üçün ölümcül olmasa da çox ağrılı və ciddi yaralar buraxa bilər. Buna görə də özünüzü Cənubi Amerikada su basmış savannaların və ya təzə göllərin ərazisində tapsaz, sudan uzaq durmaq və bu təhlükəli yırtıcılara yaxınlaşmamağa çalışmamaq daha yaxşıdır. İndi bərabər maraq və qorxu doğuran balığa keçək. Paco Amazon çaylarında və göllərində tapılan şirin su balığıdır. O həqiqətən də insan dişlərinə bənzəyən unikal dişləri ilə tanınır. Bu dişlər kvadrat formadadır və qorxuducu görünsələr də Paco yırtıcı deyil. Əslində onlar vegetariandırlar və əsasən meyvə, toxum və bitki örtüyü ilə qidalanırlar. Paco'nun uzunluğu 1 metrə qədər, çəkisi 25 kiloqrama qədər çata bilər. Bu balıqlar qoz, fındıq və digər sərt qabıqları sındırmaq üçün heyrətamiz qabiliyyətə malikdir. Onların güclü çənələri və dişləri bunun üçün idealdır. Paco həm də oynaq təbiəti ilə tanınır və olduqca sosial ola bilir. Tez-tez böyük sürülərdə toplanır. Dəhşətli görünüşünə baxmayaraq Paco insanlar üçün təhlükəli deyil. Ancaq birdən özünüzü bu balıqların yaşadığı çayda görsəz, onları tutmağa və narahat etməyə çalışmamağınız daha yaxşıdır. Çünki onlar bunu təhlükə kimi qəbul edə bilərlər. Meşə həmişə sirr mənbəyi olub. Öz dərinliklərində heyrətamiz, bəzən də izah olunmaz tapıntılar gizlənib. Qədim artefaktlardan tutmuş müasir möcüzələrə qədər. Meşələr öz sirləri ilə bizi təəccübləndirməyə davam edir. Bu videoda sizə dünyanın müxtəlif yerlərində tapılan ən gözlənilməz və heyranverici kəşflərdən bəhs edəcəyik. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olaraq şərh yazmağı unutmayın. Retro maşınlar. Belçikanın Şatilon kəndi yaxınlığında meşədə dünyanın ən böyük avtomobil qəbirstanlıqlarından biri aşkar edilib. Sıx bitki örtüyü ilə əhatə olunmuş yerdə 2-ci Dünya müharibəsindən qalma köhnə avtomobillərin unikal kolleksiyası var. Rəvayətə görə müharibə başa çatdıqdan sonra Amerika əsgərləri maşınları dərhal Amerikaya apara bilməyiblər. Onlar avtomobilləri daha yaxşı vaxtlara qədər qorumaq üçün meşədə gizlətməyə qərar veriblər. Lakin evə qayıtmaq vaxtı çatanda məlum olur ki, maddi sıxıntılar və bürokratik gecikmələr səbəbindən bu mümkün deyil. Beləliklə avtomobillər illər sonra aşkar edildiyi meşədə qalıblar. Paslanmış avtomobillərin sırasını görə biləcəyimiz meşə qəbirstanlığı həqiqətən heyrətamiz mənzərədir. Bu avtomobillərin çoxu tarixi dəyəri olan real nadir əşyalardır. Onların bəziləri kolleksiyaçılar və yerli sakinlər tərəfindən uğurlanmasına baxmayaraq, qəbirstanlıqda nadir nümunələrə rast gəlmək mümkün olub. 2010-cu ildə rayonda ekoloji vəziyyətin pisləşməsi ilə əlaqədar bu yerin avtomobil metal qırıntılarından təmizlənməsi qərarı alınıb. Bununla belə zibilxanaya düşən avtomobillər də bədii maraq doğura bilər. Kummakivi daşı. Kummakivi daşı Finlandiyanın Rukolahti bələdiyyəsində yerləşən unikal təbiət abidəsidir. Bu nəhəng balanslaşdırıcı daş təxminən 7 metr uzunluğundadır və qabarıq qaya səthində dayanır. Onun özəlliyi ondan ibarətdir ki, o çox az dayaqla yerində dayanır. Lakin o qədər möhkəmdir ki, insan gücü ilə yellənə bilməz. Elmi konsensus ondan ibarətdir ki, Kummakivi daşı təxminən 11.000-12.000 il əvvəl buz kütlələrinin yerin dəyişməsi səbəbindən bu yerə köçüb. Daşın dəqiq mənşəyi məlum deyil, lakin onun daha uzaq yerlərdən, buzlaqlar tərəfindən gətirildiyi güman edilir. Daşa fin dilində qərbə qaya mənasını verən Kummakivi adı verilib. Onun yuxarı hissəsi sanki görünməz bir stenddə, bir tərəfə əyilmədən və yıxılmadan dar bir zirvədə tarazlaşır. Aokigahara meşəsi. Jugaya, ağaclar dənizi kimi tanınan bu meşə Yaponiyanın Honsu adasında Fuji dağının ətəklərinin şimal-şərqində yerləşir. Təxminən 35 kvadrat kilometr ərazini əhatə edən bu meşə yeniyetmələr arasında çoxsaylı intiharlarla məşhurdur. Aokigahara Yapon mifologiyası və əfsanələri ilə bağlı zəngin tarixə malikdir. Orta əsrlərdə və 19-cu əsrdə kasıb ailələr qidalandıra bilmədikləri qocaları və uşaqları burada ölümə buraxırdılar. Yapon mifologiyasında bu meşə ölülərin, ruhların yaşayış yeri hesab olunur. 1960-cı illərdən bəri Aokigahara intiharlarla əlaqələndirilir. Buna görə meşə intihar meşəsi ləqəbini alır.
və dünyada ən çox ziyarət edilən intihar yerlərindən birinə çevrilib. Hər il meşədə 70-100 cəsəd tapılır. İntiharın ən çox görülən üsulları asma və narkotik maddələrin həddindən artıq istifadə dozasıdır. İntiharların sayını azaltmaq üçün yerli hakimiyyət orqanları müxtəlif tədbirlər həyata keçirir. Meşədə insanları intihar etməməyə çağıran plakatlar və qaynar xətlər var. Yollarda və çığırlarda müşahidə kameraları quraşdırılıb. Polis və könüllülər mütəmadi olaraq əraziyə nəzarət edir. Meşədə şəxsi əşyalar, çantalar, butulkalar və həb paketlərinə tez-tez rast gəlinir. Meşəyə baş çəkərkən meşədə azmaq asan olduğu üçün rəsmi marşrut və yollardan kənara çıxmamaq tövsiyə olunur. Bu meşə ziyarət etmək üçün ehtiyatlıq və onun qaranlıq tarixinə hörmət tələb edir. Qızıl sikkələr. 2023-cü ildə Zeçin şəhəri yaxınlığındakı Poşa meşəsində heyrətamiz bir kəşf edildi. Metal bankada gizlədilən qızıl sikkələr. Bu tapıntı həm tarixçilərin, həm də xəzinəsivərlərin diqqətini cəlb edərək Polşa tarixinə yeni səhifələr əlavə edib. Qızıl sikkələr meşədə gəzərkən təsadüfən tapılıb. Meşədə gəzən yerli sakinlər ağacın kökləri altında gizlədilmiş metal qutunun olduğunu görüb. Bankanı açaraq içərisində qızıl sikkələr aşkar edilib. Məlum olur ki, bu uzun illər əvvəl orada gizlədilib. Tapılan sikkələrə Amerikanın 20 dollarlıq qızıl sikkələri və Augustus Sant Gaudensin yaratdığı 10 dollarlıq qızıl sikkələr daxildir. Bu sikkələr 1907-1933-cü illər arasında buraxılıb və əhəmiyyətli tarixi dəyərə malikdir. Sikkələrin aşkarlamasından sonra yerli hakimiyyət orqanları tapıntını qorumaq və mümkün oğurluq hallarının qarşısını almaq üçün tədbirlər görüb. Tapıntının yeri diqqətlə araşdırılıb. Sikkələr sonrakı tədqiq və mühafizə üçün muzeyə təhvil verilib. Tərk edilmiş il 28. Göbələk toplayan insan göbələk axtarışına çıxdıqdan sonra həmişəkindən biraz da irəli getməyə qərar verir. Bununla belə gözlənilən göbələk əvəzinə inanılmaz bir tapıntının şahidi olur. 70 ildir meşədə xəyal kimi uzanan təyyarə. Göbələk toplayan şəxs dərhal kəşfi barədə mütəxəssislərə məlumat verir və onlar hər tərəfli araşdırma keçirirlər və bunun əfsanəvi il-28 bombardımançısının təlim versiyası olduğu müəyyən edilir. Təyyarədə güllə izlərinin olmaması onun təcil eniş nəticəsində meşəyə düşdüyünü açıq şəkildə göstərirdi və naməlum səbəblərdən o tərk edilmiş vəziyyətdə qalıb. Qatar qəbirstanlığı. Perm bölgəsində Şumkova dəmir yolu stansiyasının yaxınlığında yerləşən ehtiyat bazası onlarla köhnə buxar lokomotivlərinə görə biləcəyiniz əsl açıq hava muzeyidir. Bu hər kəsin dəmir yolu texnologiyasının tarixinə toxuna biləcəyi və böyüklüyünü hiss edə biləcəyi bir yerdir. Baza 1967-ci ildə yaradılıb və Konqurdan buraya köçürülüb. Onun ərazisi iki hissəyə bölünür. Yaxınlıqda müasir dəmir yolu texnikasını görmək olar. Vaqonlar, lokomotivlər, qar təmizləyənlər və s. Sovet dövründə baza gizli obyekt idi. Burada saxlanılan paravozlar müharibə zamanı dəmir yolunun kontakt naqillərində elektrik enerjisi olmayanda istifadə edilməli idi. İndinin özündə də bazanın ərazisi qorunur. Ancaq bu unikal muzeyi ziyarət etmək istəyirsinizsə, Sverdlovsk dəmir yolunun rəhbərliyindən icazə almağa cəhd edə bilərsiniz. İndi bazada 20-yə yaxın lokomotiv var. Lakin Sovet dövründə onların sayı 140-a çatırdı. Ağac üzərində maşın. Reddit platformasının Foley 136 ləqəbli istifadəçisi toy fotosessiyası zamanı qarşılaşmalı olduğu gözlənilməz kəşfdən danışıb. Yeni evlənənlərin belə gözəl bir gün keçirmə sevinci tez bir zamanda yerini narahatlıq hissinə verir. Dərin meşədəki ağacların birində köhnə paslı bir maşın tapılır. Sonradan məlum oldu ki, ağac üzərində avtomobilin görünməsində heç bir mistizm yoxdur və gülünc bir qəza baş verməyib. Bu avtomobil Amerika Birləşmiş Ştatlarının qərb sahilindəki Carbever şəhərində yaşayan eksentrik həkimin evinə işarə kimi xidmət edirdi. 40 il xəstəxanada işlədikdən sonra Dick Sheyman özünün tutqun və bərbad adlandırdığı bir ucqar şəhərə köçmək qərarına gəlir. Sivilizasiyadan gizlənən adam adi işarələrin onun üçün işləməyəcəyini düşünürdü. Buna görə də qonaqlarına qeyri-müəyyən şəkildə evinin ağac və yük maşınının yanında olduğunu izah edir. Dick maşını ağaca necə sürüklədiyinin sirrini açmır. O yalnız ailə üzvlərindən kömək aldığını və avtomobili yüngülləşdirmək üçün mühərrik və transmissiyanı sökməli olduğunu deyir. Misnoy Bor. Misnoy Bor 2-ci Dünya müharibəsinin faciəli hadisələrinin simvoluna çevrilmiş bir yerdir. Rusiyanın Novgorod vilayətinin Misnoy Bor kəndindən şimal-qərbdə yerləşir. Müharibə dövrünün dar dəmir yolunun qalıqları ilə tapıla bilər. 1941-ci ilin sonlarında Leningradın azad edilməsi əməliyyatları çərçivəsində Qırmızı Ordu Misnoy Bor yaxınlığında Alman ordusunun müdafiəsini yarmağa müvəffəq oldu. İkinci ordunun əsgərləri yaranan boşluğa keçdilər və strateji əhəmiyyətli Lübanj qəsəbəsi istiqamətində sürətlə irəliləməyə başladılar.
Misnoy Bor ərazisində yaranan dəhliz uğrunda şiddətli döyüşlər başladı. 1941-ci ilin dekabrında 1942-ci ilin iyununa qədər bu dəhlizin eni 3-4 kilometrdən 300 metrlik dar bir atəş sahəsinə qədər dəyişdi. Lüban əməliyyatı nəticədə 2-ci ordunun ölümünə səbəb oldu. 25 iyun 1942-ci ildə Alman ordusu bu dəhlizi aradan qaldıra bildi. Nəticədə 2-ci zərbə ordusu tamamilə mühasirəyə alındı. Mühasirədən qaçmaq cəhdi zamanı ordu əsgərlərinin əksəriyyəti öldü və ya əsir düşdü. 19 fevral 1988-ci ildə ilk rəhbəri jurnalist Aleksandr Ivanoviç Arlov olan Novgorod axtarış ekspedisiya vadisi yaradıldı. 1988-ci ilin avqustunda Dalina işçiləri 10 gün ərzində 500-ə yaxın axtarışçının iştirak etdiyi ilk geniş miqyaslı ekspedisiya təşkil etdilər. 2-ci ordunun döyüş sahələrində 3500 həlak olmuş əsgərin qalıqları aşkar edildi. 2008-2009-cu ildə memar Vladimir Nikolayeviç Vorontsovun layihəsinə əsasən Misnoy Bor kəndi yaxınlığında 2-ci, 52-ci və 59-cu orduların əsgərlərin kütləvi məzarları olan bir abidə kompleksi inşa edildi. 1942-ci ilin yanvar-iyun aylarında Alman qoşunları tərəfindən Volkhov cəbhəsi xatirə qəbirstanlığında 1958-2022-ci illərdə tapılan 19284 əsgərin qalıqları dəfn olunub. Timsah dərisindən hazırlanan çanta, hələ də güclü qoxu yayan ətir şüşələri, siniflərə ayrılmış fincanlar, boşqablar və daha nələr. Söhbət düz 112 il öncə qəzaya uğramış əfsanəvi Titanik gəmisinin sərnişinlərinə aid olan əşyalardan gedir. Hər birinin bir xatirəsi olan əşyalar isə bizə gəmi barədə danışılmayan hekayələrdən bəhs edir. Bugün sizə Titanik gəmisində tapılmış və nümayiş etdirilən əşyalardan bəhs edəcəyik. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olub, şərh yazmağı unutmayın. 112 il əvvəl batan gəmidən yadigar qalan əşyaların saxlanıldığı anbarın dəqiq yeri gizli saxlanılır. Çünki onların bəziləri çox qiymətlidir. Bir o məlumdur ki, Amerika Birləşmiş Ştatlarının Georgia ştatının paytaxtı Atlantada yerləşir. İçərisində aşmış vanna, çökmüş illüminatordan köhnəlmiş şüşə qablara və kiçik düymələrə qədər minlərlə əşya var. Bu dəyərli qalıqları aşkarlayansa RMC Titanik şirkətidir. Hər bir əşya özündə bir insan hekayəsi daşıyır. Kolleksiyanın ən diqqət çəkən nümunələrindən timsah dərisindən hazırlanan çanta 10 illiklər boyu Atlantik okeanın dərinliklərində toxunulmaz olaraq qalıb. İçərisində saxlanılan bəzi incə əşyalar sayəsində sahibini tapmaq asan olub. Çantanın sahibi ərini təzəcə itirmiş 63 yaşlı Marian Menville qızı ilə Amerika Birləşmiş Ştatlarına gedirmiş. Məsələnin ən maraqlı tərəfi odur ki, Marianın səyahət etməli olduğu gəmi əslində Titanik deyil, Majestic olmalı idi. Lakin Majestic yola çıxmadığından Titanik də Birləşmiş Ştatlara yol alır. Nəticədə taleyinə Titanikdə batan 1500 nəfərdən biri olmaq düşür. İçərisindən hələ də güclü qoxu gələn ətir şüşələri Titanikin ən möcüzəli yadigarlarındandır. İllərlə dənizdə qalan bu şüşə qablar Adolf Salfeld adlı ətir tacirinə aiddir. Xanım Menville'dən fərqli olaraq o gəmidən sağ çıxan şanslılardandır. Üzən saraya xatırladan Titanik sahibi gəminin birinci dərəcəli sərnişinlərinə ən yaxşı yemək və içkilər təqdim olunmasını istəyirdi. Ona görə də gəmi bahalı şampanlarla zəngin idi. Mətbəx hissəsindən ikiyə ayrıldığı üçün okeanın dibi içki şüşələri ilə dolu idi. Artıq onların heç bir dəyəri qalmamışdı. Geriyə qalan indi o günlərin simvoluna çevrilən bu şampan butulkası olur. Səyahət üçün satışa çıxarılan biletləri alanlar suda batmaz Titanikin ilk sərnişinləri olduğu üçün özlərini şanslı sayırdılar. Amma Titanik özü ilə bərabər neçə insan həyatını da okeanın dərinliklərinə apardı. Gəminin batma səbəbi kimi aysberglə toqquşması qeyd olunur. Lakin ortaya atılan nəzəriyyələr arasında onun düzəldilməsində bəzi təhlükəsizlik qaydalarına biganə yanaşma, keyfiyyətsiz materiallardan istifadə də var. Gəmidə sərnişinlərə təbəqə ayrımına uyğun xidmət göstərilirdi. Onların yemək yediyi qablar belə fərqlənirdi. 3-cü təbəqəyə aid sərnişinlər möhkəm ağ fincandan, ikincilər mavi motivli əşyalardan, birincilər isə kənardan qızıl xətt və parlaq naxışlarla işlənən zərif çini qablardan istifadə edirdi. Titanikin mavi sulara qərq olması ilə sadə bir həqiqət də ortaya çıxdı. Təbəqəsindən asılı olmayaraq hər kəs adi bir insan kimi həyata gözünü yumur.
112 il sonra onlardan geriyə qalan bu əşyaların hər biri danışılmayan bir xatirədir. 1991-ci ilin oktyabrında İtaliya və Avstriya sərhədindəki buzlaqlardan birində 2 turist insan cəsədi tapır. Polis tapıntı ilə maraqlanır, amma demək olar ki, dərhal arxeoloqlara ehtiyac olduğu aydın olur. Məlum olur ki, tapıntı qədim bir mumya idi. Sonrakı tədqiqatlarla itmiş parçalar tapılır, puzzle tamamlanmış olur. Belə ki, cəsəd eramızdan əvvəl 3300-cü ildə vəfat etmiş bir insana aid idi və Avropada indiyə qədər tapılan ən qədim mumya olduğu ortaya çıxır. Tapıntı dərhal alimlərin diqqətini çəkir. Buna oxşar hadisə sadəcə bir dəfə yaşanmışdı. Bundan əvvəl bir neçə dəfə yalnız heyvanların cəsədləri tapılmışdı ki, onlar da əsasən mamutlar idi. Tapıntının vaxtında aşkarlanması əslində uğurlu hadisə idi. Çünki min illər boyu cəsəd buzlaqlarının altında qaldığı üçün bütövlüyünü qoruya bilmişdi. Xüsusən mamut cəsədlərinin temperaturunun artması ilə toxumalarında ciddi şəkildə korlanma hallarının olması ilə bağlı faktların mövcudluğunu nəzərə alsaq. Hətta ilkin çürümə prosesləri tapıntının elmi dəyərini əhəmiyyətli dərəcədə azalda bilər. Mumyanın hansı ölkəyə məxsusluğu dərhal məlum olmadı. Cəsədi Etsal vadisi bölgəsində 2 alman turist tapmışdı. Burada isə qar İtaliya ilə Avstriya arasındakı sərhədi izləməyə çətinləşdirirdi. 1991-ci ilin sentyabrın 19-da Etsi Avstriyaya aparılır. Yanvarın 2-sində cəsədin İtaliya məxsus Cənubi Tirolda tapıldığı məlum olur. Buna rəğmən İtalyanlar Avstriyalı həmkarlarına Innsbruck Universitetində tədqiqatlarını davam etdirməyə icazə verdilər. Mumyanın adının qoyulması ilə da bağlı maraqlı bir hekayə var. Etsal vadisi yaxınlığında tapıldığı üçün Avstriyada ona Etsi, İtaliyada isə Similaon adamı və ya Tirol buz adamı adlandırırlar. Adətən bu cür tapıntılara ad vermək üçün xəritədə ən yaxın coğrafi obyektlərdən istifadə edilir. Ancaq Etsal vadisi heç bir dövlət xəritəsində yoxdur. Etsinin bədəni buzdan çıxarılarkən budu zədələnir. Tədqiqatların çətin tərəfi bundan sonra başlanır. O dövrdə elm adamları artıq mamutların, ibtidai insan və heyvanların qalıqlarını öyrənməklə əhəmiyyətli təcrübəyə sahib idilər. Necə qidalanmaları, həyat tərzi, ölüm səbəbləri və digər vacib detallar asanlıqla müəyyən edilirdi. İndiki halda Etsinin yaxşı vəziyyətdə tapılması bu ərazidə yaşayan insanlarla genetik müqayisəsini mümkün edirdi. Əvvəlcə elm adamları Etsinin fiziki parametrlərini təyin etdilər. Tapıntı neolit insanların necə yaşadıqlarını anlamağa imkan verirdi. Mumyanın öyrənilməsi hələ də davam etsə də, Cell Genomics jurnalında dərc olunan yeni bir araşdırma Etsinin nəzərdə tutulduğu kimi görünmədiyini göstərdi. Max Planck Təkamül Antropologiya İnstitutunun mütəxəssisləri digər elm mərkəzlərindən olan həmkarları ilə birlikdə mumyanın genetik materialını təhlil etdilər. Məlum oldu ki, Etsinin qara dərisi, qara gözləri və keçəl başı olub. Bunun əksinə olaraq əvvəllər neolit dövründə yaşayan bir insanın ağ dərili olduğuna və gür bir saça sahib olduğuna inanılırdı. Radiokarbon üsulu ilə mumyanın yaşının təxminən 5300 il olduğu müəyyən edilir. Boyu təxminən 165 sm, çəkisi 50 kq. Aşkar edildikdə bədən 38 kq ağırlığında idi və ölüm zamanı yaşı 45 və ya 46 idi. Diş minasının həmçinin bədəndə tapılan polen və tozun təhlili göstərdi ki, Ets həyatının ilk 10 illiklərini İtaliyanın şimalında keçirmişdi və sonra bir qədər şimalda, Alp vadilərində yaşamışdı. Bir digər maraqlı məqam Etsinin dərisində 50-dən çox döymə tapılmasıdır. Məsələn, onurğanın solunda 4 xətt, biri sağda, üçü sol buzovda, sağ ayaqda və sağ ayaq biləyində, sağ dizin altında və bədənin müxtəlif yerlərində xaç döymələri. Bu isə döymənin sonradan terapevtik praktikaya çevrilən mistik bir dini kult olması versiyasını yaradır. Bu versiya Etsinin sehrbaz və ya keşiş olması ilə bağlı fikrini yaradırdı. Lakin o şaman da ola bilərdi. Onun üzərində tapılan amulet, eləcə də həmin ərazidə tapılan ziyarətgahların izləri buna sübutdur. Bundan əlavə döymələr cənazə mərasimi ilə də əlaqəli ola bilərdi. Alimlər Etsinin həzm orqanlarını araşdıraraq onun nə ilə qidalandığını müəyyən etmişdilər. Onun qida rasionunda həm ot, həm də bitkilər var idi. Bağırsaqlarda kəpək, meyvə, kök izləri, maral və kükürdün əzələ toxumasının qalıqları tapıldı. Məlum olub ki, Etsi son dəfə ölümündən təxminən 8 saat əvvəl qidalanmışdı. Alimlər onun bağırsaqlarında Vlasoglav adlı bir parazit də tapmışdılar. Buradan onlar Etsinin artrit keçirdiyini ehtimal etdilər. Etsinin saçlarında yüksək miqdarda qurğuşun və mis aşkar edilmişdi. Bu mis istehsalı ilə əlaqəli ola biləcəyi deməkdir. Bundan əlavə skeletin alt hissəsinin, bud, alt ayaq və çanaq sümüklərinin nisbətlərini araşdıran mütəxəssis Christopher Raff bu adamın tez-tez dağlıq ərazilərdə gəzməli olduğunu qənaətinə gəlir. Bir sıra tədqiqatçılar Etsinin dağlıq ərazidə yaşayan çoban olduğu versiyasında irəli sürürlər. Etsinin ölüm səbəbləri ilə bağlı bir sıra versiyalar irəli sürülüb. Donub ölə bilərdi, amma cəsədin əlində bıçaq tapılıb. Ona görə də qətl versiyası üzərində daha çox dayanılıb. Bu variant bədənin hər tərəfindəki çoxsaylı qançırlar və zədələr, eləcə də paltardakı 4 nəfərin qan izləri də təsdiqləyir. Etsinin qanından əlavə 2 naməlum şəxsin qanı oxlarda,
digərinin qanı isə papaqda tapılmışdı. 2001-ci ildə mumyanın çiynində bir ox izi də tapılır. Etsinin tapılması bundan sonraki tapıntılar üçün mühüm mənbə rolunu oynayır. Növbəti videonun sonu. Abunə olub şərh yazmağı unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.